Dövlət xidmətləri haqqında yeni qanun qəbul ediləcək. Trendin məlumatına görə Milli Məclisin bugünkü plenar iclasında yeni dövlət xidmətləri haqqında qanun layihəsi müzakirə olunub. Bildirilib ki, qanun layihəsi dövlət xidmətləri sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində münasibətləri tənzimləyir. Layihədə dövlət xidmətinin göstərilmə yerinə vahid xidmət mərkəzinə dövlət xidmətinin dizaynı ilə bağlı qanunvericiliyə anlayışlar gətirilib. Bununla yanaşı, layihədə xidmət istifadəçilərinin dairəsi, onların hüquq və vəzifələri də konkret olaraq müəyyən edilib. Dövlət xidmətlərinin göstərilməsində korrupsiya risklərinin azaldılması məqsədilə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla dövlət xidmətinə müraciətlərin ardıcıllıqla həyata keçirilməsi üçün qanun layihəsinə növbəlilik prinsipi gətirilib. Layihənin qəbul olunması ilə dövlət xidmətinin formalaşdırılmasına dair tələblər müəyyən olunacaq. Layihəyə əsasən dövlət xidmətlərinin elektron reyestrinə daxil edildikdən sonra həmin xidmətin göstərilməsinə yol veriləcək. Təklif olunan layihədə dövlət xidmətinin göstərilməsi nəticəsi elektron sənəd yaxud kağız daşıyıcıda inzibati akt, hüquq müəyyənedici və texniki sənədlər şəklində və ya informativ elektron xidmətlər üzrə məlumatın verilməsi ilə həyata keçirildiyi qeyd edilib. Layihədə dövlət xidmətinin keyfiyyətinə nəzarət mexanizmi müəyyən edilir. Asan xidmət indeksi qiymətləndirilməsi mexanizmi daha da təkmilləşdirilərək qiymətləndirilmə aparıldıqdan sonra dövlət xidmətinin keyfiyyətinə nəzarət üçün əsaslardan hesab ediləcək. Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.